Güclü ata. Qışın ortası idi. Atam həyətimizdə ağac əkirdi. Mən də o yanda oynayırdım. Hündür, göbüd, kök və pislöyünlü qonşumuz da həyətlərində addımlayırdı. Atam ağacı əkdi, işini bitirdi və evə döndü. Elə o çağda qonşu mənim oynamağıma qızıb qışqırdı. Öncə mənə bağırdı, sonra isə gəldi məni döyməyə. Mən qaçdım, o dalımca gəldi. Atam səsimi eşitdi. Məni o kişinin əlindən qurtarmağa gəldi. Qaçıb atamın yanında durdum. Qorxudan onun arxasında gizləndim. O kişi atam ilə atışdı. Atamı yumruq ilə vurmaq istədi. Atam daha dözmədi. Əlini uzaldıb, yenicə əhdiyə ağacı yerindən çıxartdı və onu göbüd kişinin təpəsinə çıxmaq istədi. Pislöyünlü kök qonşumuz elə bilirdi ki, atama gücü çatar. Elə ki gördü atam ağacı bir əli ilə yerdən çıxartdı, qorxudan tu dabanlara deyə qaçdı.